إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد. Əziz müsəlmanlar, ən birinci özümü və sizləri təqvalı olmağa, Allahdan qorxmağa çağırıram. Təqvalı olmaq cənnətə daxil olmağa səbəbdir. Təqvalı olan insanlardan Allah Azze ve Celle əməllərini qəbul edər. Əziz müsəlmanlar, bildiyiniz kimi biz təqva ayındayıq və bu ay mübarək bir aydır. Allah Azze ve Celle bu ayı bərəkətləndirib. Allah Resulü sallallahu aleyhi ve sellem Ramazan ayını mübarək olduğunu bizə xəbər verib. Və bu ay yatmaq, bu ay tənbəllik ayı deyil. Bu ay ibadət ayıdır. İbadətdə çalışmaq ayıdır. Xeyir əməllərdə yarışmaq ayıdır. Cənnəti qazanmaq ayıdır. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, dua ederek buyurur ki, Ramazana yetişib, Ramazandan bağışlanmadan çıxan insanın burnu yerə sürtülsün. Onlar üçün bəddua edir o insanlar ki, bu aya yetişirlər, bu aydan bağışlanmadan çıxırlar. Əziz müsəlmanlar, və bu ayın şərəfindəndir ki, Allah Azze ve Celle bu ayda müsəlmanlara 2 zəfər, 2 furqan nəsib etmişdir. Onlardan biri Bədir döyüşüdür. İslamda ilk savaş olan Bədir döyüşü Ramazan ayında baş vermişdir. Hicrətin 2-ci ilində Ramazan ayının 17-sində Resulullah sallallahu aleyhi ve sellem 300-dən artıq sahabə ilə, 310-dan artıq sahabə ilə Bədirə doğru yola çıxır. Və bundan məqsəd döyüş olmur. Eşidir ki, Qureyşin karvanı Şamdan Məkkəyə dönür. Və bu karvanın qarşısını almaq, bu karvanın onların əlindən alıb Qureyşi bu şəkildə zəiflətmək istəyir. Çünki Qureyşlə aralarında heç bir sülh yox idi və bu onların arasında hərb var idi. Və Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrlə Bədirə doğru yola çıxır. Lakin bu Əbu Sufyan o zaman həmin karvanın başındaydı. Əbu Sufyan xəbəri alır, müsəlmanların onun qarşısını keçəcəyi xəbərini alır və yolunu dəyişir. Sahil yoluna doğru irəliləyir. Eyni zamanda da Məkkə əhlinə xəbər göndərib onlardan yardım istəyir. Və bu zaman Məkkə əhli bütün hamısı, gəncləri, yaşlıları 1000 nəfərlik ordu ilə Bədirə doğru yollanırlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Bədirdə əsas yola gəlir, gəlib yolu tuturlar sahabələri ilə. Lakin Əbu Sufyan Bədiri artıq keçəndən sonra Məkkə əhlinə xəbər göndərir ki, geri qayıdın, mən qurtuldum, savaş olmasın, onlarla qarşılaşmayın. Lakin Məkkənin müşriklərinin böyükləri Əbu Cəhl və başqaları deyir ki, xeyr, biz gedəcəyik Bədirdə, dəvələrimizi kəsəcək, orada içkimizi içəcək, 3 gün orada qalacaq və qüvvətimizi, gücümüzü bütün Ərəb yarımadasına göstərəcək. Bununla fəxr edirdilər. Və onlar 1000 nəfərli ordu ilə 200-ü atlı, 700-ü dəvə ilə olmaqla Bədirə doğru gəlirlər. Müsəlmanlarda isə 310-dan artıq olan sahabənin cəmi 70 nəfərdə dəvə, 2 nəfərdə at var idi. Qalanı isə piyada idi. Və Allah Resulü sallallahu aleyhi ve sellem orada Bədir quyularının Mədinə tərəfində mövqe tutur. Məkkə müşrikləri isə gəlirlər, Məkkə tərəfində, Bədir quyularının Məkkə tərəfində mövqe tuturlar. Və Resulullah sallallahu aleyhi ve sellem əlini açır, Allah Azze ve Celle'yə dua edir, Allahdan yardım istəyir. Allahım bizə yardım et, Allahım bu az tayfaya yardım et deyə dua edir. Hətta o qədər şiddətli şəkildə dua edir ki, üstündən üst geyimi, ridası çiynindən düşür.
Və deyir ki, ya Rəbbi, əgər bunları həlak etsən, sənə yer üzərində ibadət edən qalmayacaq, bunlara yardım et. Və Allah Azze və Cəllə Quran-ı Kərimdə bunu xəbər verir ki, İz təstəğithunə Rabbəkum, fəstəcəbə ləkum ənni mumiddukum bəəlfin minəl mələikəti murdifin. Allah Azze və Cəllə deyir ki, o zaman ki siz yardım istədiniz, Allahdan yardım istədiniz, Allah Azze və Cəllə sizin duanızı qəbul etdi və sizə 1000 mələklə yardım göndərdi. Və həmin günü döyüş baş verir. Ramazan ayının 17-sində orada Bədirdə döyüş baş verir və Allah Azze və Cəllə müsəlmanlara o əzəmətli zəfəri bəxş edir. Və Allah Azze və Cəllə ondan sonra yenə mələklər göndərər. Necə ki ayədə buyurur ki, Allah Azze və Cəllə 5000 mələklə o döyüşdə müsəlmanlara yardım etmişdir. Sahabələr deyir ki, biz qılınclarımızı qaldırırdıq, biz vurmazdan öncə müşriklərin başı yerə düşürdü. Müşriklərin başı yerə düşürdü. Baxın, Allah Azze və Cəllə o şəkildə onlara yardım etdi və müşriklərin böyüklərinin hamısı orada öldürüldü. Və sonra, döyüşdən sonra orada 70-dən artıq müşriklərin böyüklərindən öldürülür və 70 nəfər də onlardan əsir düşür. Rasulullah sallallahu aleyhi və səlləm onların cəsədlərinin başı üzərində duraraq deyir ki, biz Rəbbimizin bizə vəd etdiyini gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini gördünüzmü? Sahabələr deyir, ya Rasulullah, onlar eşidirmi? Deyir, bəli, Allah Azze və Cəllə mənim bu sözümü onlara eşitdirir. Və bu da Allah Peyğəmbər sallallahu aleyhi və səlləmə xas olan bir hal idi ki, müşrikləri Peyğəmbər sallallahu aleyhi və səlləmin onların ölümündən sonra, qətildən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü onlara eşitdirdi. Və Allah Azze və Cəllə bu mübarək ayda müsəlmanların ilk döyüşü olan Bədir döyüşündə müsəlmanlara o əzəmətli zəfəri nəsib etdi. Və İslamda Ramazan ayında olan əzəmətli fəthlərdən bəlkə də ən əzəmətlilərindən biri də Məkkənin fəthi oldu. O da həmçinin Ramazan ayında baş vermişdir. Hicrətin 8-ci ilində Peyğəmbər sallallahu aleyhi və səlləm 10.000 nəfərli müsahabə ordusu ilə Məkkənin fəthinə gedir. Və onun da səbəbi olur ki, müşriklər, Məkkə müşrikləri hicrətin 6-cı ilində bağlanmış müqaviləni pozurlar. Çünki Hudeybiyyədə Rasulullah sallallahu aleyhi və səlləm Məkkə müşrikləri ilə sülh bağlamışdı. Və sülhün şərtlərindən biri də o idi ki, Rasulullah sallallahu aleyhi və səlləmin himayəsində olan qəbilələrə Qureyş toxunmayacaq, Qureyşin himayəsində olan qəbilələrə də Peyğəmbər sallallahu aleyhi və səlləm toxunmayacaq. Lakin Qureyşin himayəsində olan Bəni Bəkr qəbiləsi Rasulullah sallallahu aleyhi və səlləmin himayəsində olan Xuza'a qəbiləsinə hücum edir. Və bunda əsas dəstəyi də Qureyş edir. Bəni Bəkr qəbiləsinə yardım edərək, onlara dəstək göstərərək Xuza'a qəbiləsinə hücuma gedirlər. Və Xuza'a əhli Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlirlər ki, biz sənin himayəndə idik. Lakin Qureyşin dəstəsi ilə Bəni Bəkr qəbiləsi bizim üzərimizə gəldi və artıq bununla da sülh pozulmuş oldu. Qureyş isə artıq gördü ki, gecdir, artıq onlar əhdi pozublar. Nə edək? Və öz aralarından bir nəfəri Peyğəmbər sallallahu aleyhi ve sellem yanına sülhün müddətini uzatmaq üçün göndərirlər. Və Əbu Sufyanı göndərirlər. Əbu Sufyan gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemlə danışır. Rasulullah sallallahu aleyhi ve sellem ona cavab vermir. Əbu Bakr radiyallahu anh danışır, ona cavab vermir. Ömər radiyallahu anh danışır, cavab vermir. Əli radiyallahu anh ilə danışır, ona cavab vermir. Hətta qızının yanına gedir. Qızı Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcəsi idi. O da ona cavab vermir. Hətta onun otağında Rasulullah sallallahu aleyhi ve sellem yatağının üstündə oturmaq istəyəndə qızı icazə vermir ki, bura Rasulullah sallallahu aleyhi ve sellem yatağıdır. Sən müşriksən, sən nəcissən, oturma deyir. Və o artıq başa düşür ki, müsəlmanlarda hansı iman var. Və bu da bəlkə əsas səbəblərdən olur ki, o döyüş fəthdən az öncə Əbu Sufyan radiyallahu anh İslamı qəbul edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə hazırlıq görmələrini əmr edir. Və müsəlmanlara hazırlıq gördürür və Allah azə və cəllə dua edir ki, ya Rabbi bizim xəbərimizi Qureyşə çatdırma. Yəni onların xəbəri olmasın bizim hazırlıq görüb gəlməyimizdən. Ki bu da Allah azə və cəllə də onun duasını qəbul edir ki, qəfildən onları yaxalaya bilsinlər. Və Rasulullah sallallahu aleyhi və səlləm dediyimiz kimi 10.000 nəfərli ordu ilə Məkkəyə doğru yollanır. Və Məkkənin Zahran deyilən yerində artıq qərar tutur. Məkkənin ətrafında olan hündür dağlardır. Və Rasulullah sallallahu aleyhi ve sellem gecəykən
hər bir adamın bir alov, bir ateş qalamasını əmr edir. Yəni 10.000 nəfərin 10.000 dənə ateş yandırmasını əmr edir. Və Məkkəlilər bunu gəlir, dəhşətə gəlirlər ki, bu qədər ateş yanırsa, deməli onların sayı 100 minlərlədir. Çünki normalda bir ateşi 5-10 nəfər yandırır. Bu isə 10.000 ateşin eyni vaxtda yanması deməli çox böyük bir ordunun üzərimizə gəlməsi deməkdir. Bu da döyüşdə olan taktikadandır. Rasulullah s.a.v. hədisdə buyurur, Əl-hərbu xid'a, döyüş hilədən və taktikadan ibarətdir. Və bunlar əlac axtarırlar. Əbu Sufyan bu zaman yenə də gəlir və bu döyüşdən öncə Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Abbas da yolda Peyğəmbər sallallahu aleyhi və səlləmə yetişir və ən son mühacirlərdən, öz ailəsi ilə bərabər ən son İslamı qəbul etmiş mühacirlərdən sayılır Abbas radiyallahu anhu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Abbası təkrar Məkkəyə göndərir ki, onlara xəbər versin ki, onlar Məkkəni tərk etsinlər. O mübarək şəhərdə, o əmin-aman şəhərdə qan tökülməsin, müqavimət göstərməsinlər. Və Abbas gəlir, Əbu Süfyanla qarşılaşır. Əbu Süfyan deyir ki, həll yolu nədir? Deyir, heç nə. Gəl səni Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına götürüm. Rasulullah sallallahu aleyhi və səlləmlə danış, İslamı qəbul et. Və Əbu Süfyan gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, ey Əbu Süfyan, Allahdan başqa haqq ilah olduğuna, mənim də Allahın Rəsulu olduğuma şəhadət edirsənmi? Deyir, atam anam sənə fəda olsun ey Rasul, ya Rasulallah, bəli şəhadət edirəm və İslamı qəbul edir. Və Abbas radiyallahu anh deyir ki, ya Rasulallah, Əbu Süfyan istəyir ki, onun üçün ayrıca bir məziyyə olsun, bir seçim, bir üstünlük sağlayasan. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Məkkə əhlinə xəbər verin, kim məscidə, Kəbəyə daxil olarsa, o əmin-amanlıqdadır. Kim evinə daxil olarsa, qapısını bağlayarsa, o da əmin-amanlıqdadır. Kim Əbu Süfyanın evinə daxil olarsa, o da əmin-amanlıqdadır. Və belə bu şəkildə Rasulullah sallallahu aleyhi ve sellem sabahı günü Məkkəyə daxil olur və Rasulullah sallallahu aleyhi ve sellem mininin üzərində başını aşağı salmış şəkildə mütəvazi, təvazökar şəkildə daxil olur. Hətta sahabələr deyir ki, az qalırdı ki, saqqalı dəvənin boynuna, çənəsi dəvənin boynuna dəysin, başını aşağı salmış şəkildə. Bu da Rasulullah sallallahu aleyhi ve sellem təvazüsündən xəbər verir. Normalda sərkərdələr bir yeri fəth edəndə başları tik, kibirli şəkildə daxil olarlar. Lakin Rasulullah sallallahu aleyhi ve sellem o əmin-aman şəhərə təvazökar şəkildə daxil olur və gəlir Məkkəni bu şəkildə döyüşsüz bir şəkildə Məkkə şəhərini Allah azze ve celle fəthini ona nəsib edir. Hansı ki onun fəthini Allah azze ve celle ona xəbər vermişdi. İnnə fətəhnə ləkə fəthən mubinə. Biz sənə açıq aydın bir fəth verdik. Hüdeybiyə döyüşündən sonra, Hüdeybiyə sülhündən sonra Allah azze ve celle bu ayəni nazil etmişdi. Və 2 il sonra artıq Məkkə şəhəri fəth olundu. Rasulullah sallallahu aleyhi ve sellem 8 il öncə bu şəhərdən gizlincə gecə ilə qaçmışdı. 8 il sonra bu şəhərə fatih olaraq, bu şəhəri fəth etmək üçün bu şəhərə daxil olurdu. Və Rasulullah sallallahu aleyhi ve sellem gəlir Kəbədə, Kəbənin ətrafında olan bütün bütləri qırmağa əmr edir. Bütlərdən Kəbəni təmizlədiyi zaman, bütləri qırıldıqca bu ayəni oxuyur. Və cəəl haqqu və zəhəqəl batil. Haqq gəldi, batil yox oldu. Və bu ayəni oxuyaraq bütləri bir-bir hamısını sındırır. Sonra Məkkə əhlinin hamısını Kəbənin yanına toplayır və Rasulullah sallallahu aleyhi ve sellem onlara xütbə verir. Sonra deyir ki, siz məndən nə gözləyirsiniz? Mənim sizinlə necə davranmağımı gözləyirsiniz? Onlar deyir ki, səndən yalnız yaxşı bir şey gözləyirik. Sən yaxşı bir qardaş idin və yaxşı bir qardaş oğlu idin. Yəni bizdən olan birisi idin. Və Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, İzhəbu və əntum tulaqa. Gedin hamınız azadsınız. Baxın onlar ona hansı əziyyətləri verdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılanda dəvənin qarnını beyninə atdılar. Rasulullah sallallahu aleyhi ve selleme dəli dedilər, şair dedilər, falçı dedilər. Rasulullah sallallahu aleyhi ve selleme hər əziyyəti verdilər. Hətta bununla yetərlənmədilər. Onu yatağında gecəykən öldürmək istədilər. Mədiniyə hicrət etdi, rahat buraxmadılar, arxasınca getdilər. Bu qədər əziyyətlərdən sonra Rasulullah sallallahu aleyhi ve sellem nə deyir? İzhəbu və əntum tulaqa. Gedin hamınız azadsınız. Baxın Rasulullah sallallahu aleyhi ve sellemin
əxlaqına, ədəbinə, Rasulullah sallallahu aleyhi ve sellemin heç zaman nəfsi üçün intiqam almadı və bu da həqiqi fəth oldu. Məkkə əhlinin qəlbini fəth etdi və bu kəlmə Məkkə əhlinin özlərinin öz xoşları ilə İslam'a daxil olmasına səbəb oldu. Allah azze ve celle bu fəthi onlara nəsib etdi və Rasulullah sallallahu aleyhi ve sellem orada xütbə verərək deyir ki, Allah azze ve celle yeri göyü yaradandan qiyamətə qədər bu şəhəri əmin-aman şəhər edib, bu şəhəri haram şəhər edib, bu şəhərdə döyüş qadağan edilib, bu şəhərdə ov ovlanmaz, bu şəhərdə olan bitən ağaçlar qırılmaz. Allah azze ve celle mənə yalnız günün bir saatında bu şəhəri halallaşdırdı. Bu şəhərə daxil olmaq üçün mənim üçün halallaşdırdı və bundan sonra qiyamətə qədər bu haram ediləcək. Kimsə məndən sonra gəlib bunu iddia etsə ki, Rasulullah sallallahu aleyhi ve sellem üçün halallaşdı, deyin ki, o Allah Resulü sallallahu aleyhi ve selleme xas olan bir şeydir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu şəhəri, Məkkə şəhərini bu mübarək Ramazan ayında fəth etdi. Əziz müsəlmanlar, gördüyünüz kimi bu ayın xeyir bərəkətindəndir ki, İslam dini ondan sonra dəstə-dəstə insanların İslam dininə daxil olmasına səbəb oldu. İslam dini Ərəb yarımadasında sürətlə yayıldı. İnsanlar dəstə-dəstə Allahın dininə daxil oldu. Və rəəytən nəsə yədxulunə fi dinilləhi əfvəcə. Sən insanları görərsən ki, dəstə-dəstə Allahın dininə daxil olarlar. Aqulu hadzal qawl və estağfirullah li və lakum min kulli zəmb fəstəğfiruhu innehu huvel gafurur rahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين وبعد. Əziz müsəlmanlar, Allah azze ve celle'nin yardımının gəlməsinin səbəbləri var. İnsanlar o səbəbləri götürməlidir. Bu Allahın yardımı nə çox silahla, nə çox canla olmur. Nə qədər sayı çox olan ordular görürük ki, onlar məğlub olurlar. Nə qədər sayı az olanlar var ki, Allah azze ve celle onlara zəfər nəsib edir. Və kəm min fiətin qalilətin qaləbət fiətən kəsirətən biiznillah. Allah azze ve celle buyurur ki, nə qədər az dəstələr var ki, Allahın izni ilə böyük dəstələr üzərində zəfər çalmışlar. Və Allah azze ve celle'nin yardımının gəlməsinin səbəblərini Allah azze ve celle Quran-ı Kerimdə bəyan etmişdir. Və lə yansurannallahu men yansuruh. İnna Allah legaviyyun aziz. Ellezine immekkennahum fil ardı aqamus salate ve atavuz zekate ve emaru bil ma'ruf ve nehav anil munkar ve lillahi aqibetul umur. Bu ayələrdə, bu iki ayədə Allah azze ve celle zəfər qazanmağın bir neçə yolunu bizə bəyan edibdir. Zəfərin səbəblərini bizə bəyan edibdir. Onlardan birincisi Allah azze ve celle'nin tövhididir. Allah azze ve celle'nin dininə yardım etməkdir. Kim Allahın dininə yardım edərsə, Allah azze ve celle onlara yardım edər. Allah azze ve celle buyurur ki, وَلَا يَنْصُرَنَّ اللّٰهُ مَنْ يَنْصُرُ. Allah ona yardım edənlərə mütləq yardım edəcək. Həqiqətən Allah güc qüvvət sahibi və izzət sahibidir. Və ondan sonraki ayədə buyurur ki, اَلَّذ۪ينَ اِمَّكَّنَّهُمْ fil ard. O insanlara ki biz yeryüzündə təmkin verdik, yeryüzündə onları bərkitdik, onlara güc qüvvət verdik. Kimlərdir onlar? Əqamus salə, namaz qılarlar, və ətəvuz zəkə, zəkat verərlər, və əməru bil ma'ruf, yaxşılığı əmr edərlər, və nəhəv anil munkar, pis əməllərdən çəkindirərlər. Və lillahi aqibətul umur. Gözəl sonluqda İşlərin sonu da Allah üçündür, Allaha qayıdacaqdır. Və bunun başında birincisi, yardımın gəlməsinin başında birincisi tövhid durur. Allah azze ve celle'nin tövhidi durur. Kim Allah azze ve celle'nin tövhidini hakkı ile hayata geçirərsə, Allah azze ve celle ona mütləq yardım edəcəkdir. Allahın vədi haqdır. Və mən astəğu minallahi qilə. Allah'tan daha doğru sözlü kim ola bilər? İkinci səbəb, Allah azze ve celle'nin ibadətini yerinə yetirmək, namazı qılmaqdır. Və namaz dinin dirəyidir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Cu'ilet qurrati ayni fissalə. Gözümün nuru namazda edildi. Və namaz qılmaq yer üzündə təmkinin, yer üzündə sabitliyin əsas səbəblərindəndir.
Həmçinin əziz müsəlmanlar, Allahın yardımının gəlmə səbəblərindən biri zəkatı vermək, malın haqqını ödəməkdir. Belə ki, əgər insan malının haqqını ödəməzsə, öz qardaşlarına, öz kasıb qardaşlarına, ehtiyat sahibi olan qardaşlarına zülm etmiş olar. Zülm olan bir topluma da Allah heç zaman yardım etməz. Əgər sən öz qardaşlarına zülm edirsənsə, onların haqqı olanı onlara vermirsənsə, Allahdan hansı yardımı gözləyə bilərsən? Həmçinin bu dördüncü səbəb isə yaxşılığı əmr etməkdir. Allah Azze ve Celle bizlərə əmr edir: "Va'mur bil ma'ruf və nha anil munkar." Yaxşılığı əmr et, pislikdən çəkindir. Bu Allah Azze ve Celle'nin əmridir. İnsan yaxşılığı əmr etməlidir. Beşinci səbəb isə pis əməllərdən insanları çəkindirməkdir. Ki bunlar da Allah Azze ve Celle'nin yardımının gəlməsinin səbəblərindəndir. Allah Azze ve Celle buyurur ki: "Vəltəkum minkum ummetun yed'una ilal xeyri ya'muruna bil ma'ruf və yenhauna anil munkar və ulaike humul muflihun." Sizdən bir toplum olsun, insanları xeyrə dəvət etsin. İnsanlara xeyrə dəvət edib, insanlara yaxşı şeyləri əmr edib, pis əməllərdən çəkindirsin. Həqiqi qurtuluşa çatmış insanlar da onlardır. Digər ayədə buyurur ki: "Kuntum xeyra ummetin uxricət linnəs, tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah." Allah Azze ve Celle buyurur ki, siz insanlar içərisindən çıxarılmış xeyirli ümmətsiniz. Bizim xeyrimiz nədədir? Deyir ki, yaxşılığı əmr edirsiniz, pis əməllərdən çəkindirirsiniz, özünüz də Allaha iman gətirirsiniz. Bunlar, əziz müsəlmanlar, Allahın yardımının gəlməsinin səbəblərindəndir. Həmçinin Allahın yardımının gəlmə səbəblərindən biri də sabit qalmaqdır, sabitlikdir. Allah Azze ve Celle'dən sabitlik istəməkdir. Əgər insan sabitlik istəyərsə, Allah Azze ve Celle insanı sabit edər, onlara yardım edər. Həmçinin əziz müsəlmanlar, Allahın yardımının gəlmə səbəblərindən biri də insanların Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmalarıdır. Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsini haqqı ilə yaşamalarıdır. İnsanlar yaşayarsa, Allah Azze ve Celle hər cür yardımını onlardan əsirgəməz. Həmçinin əziz müsəlmanlar, Allahın yardımının gəlmə səbəblərindən biri də insanın günahları, asilikləri tərk etməsidir. Günah içərisində olan bir topluma Allah Azze ve Celle'nin qəzəbi gələr. Allah Azze ve Celle'nin qəzəbi gələn topluma da Allah Azze ve Celle yardım etməz. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle zəif, gücsüz olan bütün müsəlmanlara yardım eyləsin. Allah Azze ve Celle müsəlmanları izzətləndirsin. Onları imanla, təqva ilə izzətli etsin. Və bu ümmətin izzəti, əziz müsəlmanlar, əvvəli nə ilə izzətli oldusa, sonu da o ilə izzətli olacaq. Necə ki, İmam Malik rahiməhullah buyurur, bu ümmətin izzəti yalnız Qur'an və sünnətə qayıtmaqla olacaq. Allah Azze ve Celle istəyirəm ki, Allah Azze ve Celle bu ümməti Qur'an və sünnəyə haqqı ilə sarılanlardan eyləsin. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle zəif, gücsüz müsəlmanlara yardım eyləsin. Onları kafirlərin zülmündən qorusun, zalimlərin zülmündən qorusun. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə iman nurunu daxil eləsin. Allah Azze ve Celle xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azze ve Celle'dən istəyirəm ki, Allah Azze ve Celle bizi haqq üzərində bir araya gəlib, haqq üzərində bərabər olub, haqq üzərində Rəbbimizə qovuşan qollarından eyləsin. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'izil qurba ve yanha anil fahşai vel munkar vel baghi ya'izukum la'allakum tezekkerun. Fazkurullaha yazkurkum ve eşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.